Ramazan ayının gündəlik duaları imsak və iftar vaxtına keçməzdən öncə kanalımıza abunə olmağı unutmayın. Mart ayının 11-i Ramazan ayının 21-ci günüdür. Martın 11-də imsak vaxtı saat 05:33, iftar vaxtı isə saat 18:57-dədir. Ramazan ayının 21-ci gününün imsak duası belədir. İlahi, bu gün sənin razılığına bais olan əməllərə doğru mənə yol göstər. Bu gün şeytanın mənə hökmranlıq yollarını bağla. Cənnəti mənim üçün mənzil və aramgah et. Ey tələb əhlinin ehtiyacını yerinə yetirən Allah. İftar duası isə belədir. İlahi, sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət sahibi, günahlarımı bağışla. Allah orucunuzu qəbul etsin.